Azərbaycan xalqına Qarabağ, Azərbaycan. Həftənin əsas hadisələrinə xəbərin statusunda işıq tutmağa çalışacağıq. Hər vaxtınız xeyir. Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup noyabrın 21-də Azərbaycan paytaxtına səfər etdi. Bu səfər 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirildi. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqustda Vaşinqtonda qəbul edilmiş birgə bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər. Bəli, bu artıq ikinci belə görüşdür və görünən odur ki, sonuncu da olmayacaq. Təkcə vətəndaş cəmiyyəti nümayəndələri deyil, müxtəlif sferanın nümayəndələrinin də görüşlərinin keçirilməsi nəzərdə tutulur. Bu, təbii ki, siyasi proseslə yanaşı, sosioloji olaraq ayrı olan xalqların sülh ərəfəsində yaxınlaşması, siyasi prosesə biraz da təkan verməsi baxımından olduqca faydalı ola bilər. Şərhçilərimiz də belə düşünür. İndi biz deyiriksə ki, təkcə Azərbaycan dövlət kimi, Ermənistanla dövlət kimi barış yox, cəmiyyətlər gərək barış təşkil etməlidirlər və belə olan halda cəmiyyətlər arasında da dialoqa ehtiyac var. İndi vətəndaş cəmiyyətin nümayəndələridirlər. Mediada çıxış edirlər, şərhlərin verirlər, gördükləri ilə bölüşürlər və bu demək olar ki, cəmiyyətdə olan o düşman hansı bir əhval-ruhiyyəni dəyişmək üçün xidmət edir. Vətəndaş diplomatiyasını işə salırlar və cəmiyyətlərin barış mesajlarını möhkəmləndirmək lazımdır. Şübhəsiz ki, diplomatiyada, hərbdə, cəbhədə üstünlük və qələbə tamamən təsdiqləndi, amma cəmiyyətlər arasında sülh ideyalarını yayılmağa ciddi şəkildə ehtiyac var. Bizim cəmiyyət qalib cəmiyyətdir, bu məlumdur. Amma erməni cəmiyyətinin transformasiyasına ehtiyac var. Bu baxımdan ötürülən ideyalar və tezislər ki, bu Azərbaycana məxsus deyil, həm də erməni vətəndaşlarının özünün daşıyıcı olması çox önəmlidir. O mənada sülhə bir ciddi şəkildə qatqı verməlidirlər. Bu bir. İkincisi ilə hesab edirəm ki, həm də prosesin özünə, Ermənistan cəmiyyətinin sülhə hazırlanma prosesinə də çox ciddi şəkildə töhfə verməlidirlər. Üçüncüsü ilə hesab edirəm ki, bu təmaslar həm də sülh gündəliyini, gündəlik adına uyğun olaraq gündəmdə saxlamağa xidmət eləməlidir. Zəngəzur dəhlizi yeni adıyla TRIP layihəsi icra olunmadan artıq ölkələr arasında planlamaların bir parçası olduğunu görmək mümkündür. Biz bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxıstanda səfəri zamanı müzakirə olunan məsələlərin motivlərinə diqqət yetirərkən də görə bilirik. Qazaxıstan prezidenti Kasım-Comart Tokayev Paşinyanla görüşdə bildirdi ki, ölkəsi beynəlxalq sülh və rifah naminə Trump marşrutu layihəsində iştirak etməkdə maraqlıdır. Biz TRIP layihəsində iştirakda maraqlı olduğumuzu vurğulayırıq. Şimal, Cənub və Orta Dəhliz kimi təşəbbüslər hər iki ölkənin maraqlarına cavab verir. Nikol Paşinyan isə bildirdi ki, layihənin həyata keçirilməsi Ermənistan və Qazaxıstan arasında iki tərəfli iqtisadi əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, eləcə də həm Ermənistanın, həm də Qazaxıstanın ixrac potensialını artıracaq. Biz çox şadıq ki, Qazaxıstan ən yüksək səviyyədə dəmir yolu kommunikasiyaları, boru kəmərləri, elektrik ötürmə xətləri, kabellər, həmçinin Azərbaycan və Ermənistanın bir-birinə təqdim etməyə hazır olduğu avtomobil nəqliyyatı infrastrukturundan ibarət olacaq bu layihəyə maraq göstərir. Görünən odur ki, Ermənistan həm də Orta Dəhlizin bir parçası olmağa can atır. Münaqişə dövründə Türk dövlətləri Ermənistandan məsafə saxlayırdılar. İndi Özbəkistan heç nə səfirlik açmışdı, nə öz ərazisində Ermənistana səfirlik açmağa icazə vermirdi. Qazaxıstan da kifayət qədər soğuq münasibət saxlayırdı. Və belə olan halda indi elə bil ki, Azərbaycan barışa gedir və belə olan halda təbii Türk dövlətləri Mərkəzi Asiyada indi onlar da Ermənistanla münasibətləri bərpa edib inkişaf edirlər. Əslində bu Azərbaycana da fayda verir. Ona görə ki, bir tərəfli qaydada Ermənistanın İrandan və
Rusiyadan asılılığı heç də bölgədə müsbət bir şey deyildi. İndi baxın, əvvəllər 100% demək olar ki, buğda, un Ermənistan alırdı Rusiyadan və asıllıq var idi. İndi isə onu çalışır ki, Qazaxıstandan bir qismini almaq və Rusiyadan asıllıq azalsın. Və məncə Vətən müharibəsi elə Qazaxıstan üçün də ciddi şəkildə bir sınaq idi və Qazaxıstan bu sınaqdan çox uğurla çıxdı. İndiki mənada isə regional inteqrasiyada və o cümlədən TRIP-in adını siz çəkdiniz, regional mexanizmlərin, marşrutların qurulmasında Qazaxıstanın çox önəmli rolu var. Bu arada ehtiyac var ki, bəli, Qazaxıstan Ermənistanın indiki hakimiyyətinin də, baxın, elə bayaqdan sülh və erməni cəmiyyətinin hazırlığı üzərindən danışırıq. Burada Qazaxıstanın mühüm rolu var. Ən azından ona görə ki, potensialda Zəngəzur dəhlizinin açılması, Qazaxıstan vasitəsindən, Qazaxıstandan gələn yüklərin Azərbaycan vasitəsində Ermənistana keçməsi daxili ictimai rəyi dəyişməlidir Ermənistanda. O cümlədən onların, bilirsiniz, rifahı məsələsi çox önəmlidir və məncə elə müharibənin nəticələrindən biri kimi erməni xalqına ki, göstərmək ki, onların həqiqətən indiki vəziyyətdə rifahı kifayət qədər yaxşı olacaq post-müharibə dönəmində ki, bu müharibədən əvvəl hansı problemlərə səbəb olmuşdu və bu da Qazaxıstan regional kommunikasiyaların inşasında çox önəmli bir rola malikdir. Onun qiymətləndirilməsi gedir. O ki qaldı Zəngəzur dəhlizinə, Tramp yolundan. Bəlidir, yəni o yoldan birinci növbədə faydalanan elə Mərkəzi Asiya dövlətləri olacaq. İndi Azərbaycan öz demək olar ki, çıxışların Gürcüstandan keçərək Türkiyəyə və Avropaya çoxdan təmin edib. Mərkəzi Asiya üçün bu çıxışlar vacibdir və umaraq ki, göstərdi bu layihəyə Qazaxıstan. Müəyyən mənada Ermənistan üçün də vacibdir ki, bəli, o yol, orada xərclər özün doğrulacaq ki, daşınan yüklərin həcmi artacaq. Qlobal iqlim məqsədlərinin ciddi təzyiq altında olduğu mühüm bir vaxtda Braziliyada keçirilən BMT-nin iqlim samiti COP30 artıq başa çatdı. Xatirinizdədirsə, keçən il Bakıda keçirilən COP29 konfransı iqlim məsələlərində tarixi yeniliyə imza atmışdı. Paris sazişinin illərdir işlək olmayan 6-cı maddəsi ilk dəfə tam şəkildə razılaşdırıldı. Bəs təşkilatı baxımından bir sıra tənqidlərə məruz qalan COP30 samiti necə, gözləntiləri doğrultumu? Amerikada administrasiya dəyişildi. Trump ümumiyyətlə bu demək olar ki, yaşıl gündəliyə çox mənfi yanaşır. Hesab edir ki, bu böyük bir fırıldaqdır. İndi ABŞ da bu məsələlərdən kənarda duranda və dünyada xeyli gərginlik artıb, düşünmək olmazdı ki, Braziliyadakı keçirilən COP bir Azərbaycanla müqayisədə daha da uğurlu olsun. Uğurlu olmayıb. Yəni, müəyyən mənada Azərbaycanda razılaşdırılmış hansı bir xətti davamı kimi ancaq irəliləyiş olmayıb. Azərbaycanda COP29-un qərarları yeri gəlmişkən konkret nəticələrə söykənirdi və bilirsiniz, dünyada ikinci və üçüncü, dördüncü tip ölkələri bizdən asılı olmayaraq belə bir klasifikasiya var. Ayrıblar, onlara yardımların göstərilməsi və inkişaf eləməyən ölkələrdə ekoloji balansın saxlanılması və yaxud da bərpası ilə bağlı proses Bakı bəyannaməsi ilə qoyuldu inkişaf etmiş ölkələrin üzərinə. O cümlədən fosil yanacağından bağlı və bir növ Bakıdakı keçirilən COP29 biraz bərpa olunan və yaşıl enerji ilə bağlı ki, dünyadakı o siyasi baxışlar da dəyişir və bir növ bu məsələlər lobbilər arasında savaşa çevrilir. Ona görə Bakıdakı keçirilən görüş bu prosesi davam etdirmək ya etdirməmək görüşü idi. COP30-un keçirilməsi üçün Braziliyanın Amazon yağış meşələrində yerləşən infrastruktur baxımından zəif olan Belém şəhərinin seçilməsi bir sıra logistik çətinliklərə səbəb olub. Zəif nəqliyyat əlaqələri və münasib qiymətli otellərin çatışmazlığı isə əsas problemlərlə arasındadır. Məhz bu səbəblər bəzi ölkələrin nümayəndə heyətlərinə qalmaq üçün yer tapmaqda çətinlik, daha kasıb ölkələrin iştirakı üçün maneə yaradıb. Üstəlik, konferansın son günlərində COP30-un keçirildiyi mərkəzi milli və tematik stendlərin yerləşdiyi sərgi zonasında yanğının baş verməsi və hadisə zamanı 13 nəfərin tüstüdən zəhərlənməsi tədbirin nüfuzuna təsir göstərməsə də təşkilatçıların ünvanına səslənən tənqidlərin yəqin ki, artmasına səbəb oldu.
Fikir verirsinizsə, nəticənin əldə olunmasına yönəlik yox, daha çox müzakirələrin aparılması və mübahisələrin həyata keçirilməsinin yadda qaldı. Həm fosil enerji tərəfdarları, həm eyni zamanda yaşıl enerji nümayəndələrinin amansız savaşına çevrildi. Eyni zamanda axı bu COP-ların əsas məqsədi, missiyası inkişaf etməyə çalışan dövlətlərə yardım üzərindən qurulur. Çünki onların özlərini ətraf mühiti, bərpa olunan enerjini, yaşıl enerjini tətbiq eləməyə, işləməyə ciddi şəkildə ehtiyacları var və imkanları yoxdur. Braziliyada bu da mümkün olmadı. Siz təsəvvür edin ki, inkişaf eləmiş bir neçə ölkədən başqa alt ansamblda yer alan ölkələrin faktiki olaraq söz haqqı tanınmadı. Bunun üzərindən artıq COP30-da alınmış qərarlara nəzərən diqqətlə baxsaq ki, burada nəticə varmı, yoxmu, ciddi nəticə olmadı. Belə nəticəyə gəlmək olar ki, COP29 istər təşkilatçılıq, istərsə də qəbul olunan qərarların effektivliyi baxımından özündən əvvəlkilər və sonrakından daha təsirli idi. Yeri gəlmişkən bildirək ki, gələn il keçiriləcək COP31-ə qardaş Türkiyənin İstanbul şəhəri ev sahibliyi edəcək. Xarici siyasətin əsas gündəmi isə Rusiya-Ukrayna müharibəsi idi. Daha doğrusu müharibəni bitirmək üçün Birləşmiş Ştatların hazırladığı 28 bəndlik sülh planı. Planın bəndlərini sadalamaq zaman alacağından təkcə bir neçə bəndini səsləndirmək Ukraynadan istənilənlərin nə qədər ağır olduğunu göstərir. 21-ci maddəyə diqqət edək. İşğal altında olan Krım, Luqansk və Donetsk vilayətləri Birləşmiş Ştatlar da daxil olmaqla ölkələr tərəfindən de facto Rusiya ərazisi kimi tanınacaq. Xerson və Zaporojye bölgələri təməz xətti üzrə dondurulmuş statusda qalacaq, yəni həmin xətt üzrə de facto tanınmış olacaq. Rusiya 5 regiondan kənarda nəzarət etdiyi digər razılaşdırılmış ərazilərdən imtina edəcək. Ukrayna hazırda nəzarət etdiyi Donetsk vilayətinin bir hissəsindən öz qüvvələrini çıxaracaq. Bu çıxarılan zona neytral, demilitarizasiya olunmuş bufer zona sayılacaq və beynəlxalq səviyyədə Rusiya Federasiyasına məxsus ərazi kimi tanınacaq. Rusiya qüvvələri bu demilitarizasiya zonasında yerləşdiriləcək. Ümumilikdə isə bu planda Ukraynanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi, Rusiya ilə Qərb arasında hücumsuzluq və enerji nəzarətinin bərpası, Ukraynanın Avropa İttifaqına inkişaf imkanlarının açılması, işğal altındakı ərazilərin böyüməsi, Ukraynanın yenidən qurulması, tolerantlıq və humanitar məqsədlər üçün tətbiq olunan tədbirlər, seçkilərin keçirilməsi, amnistiyaların verildiyi və bütün şəxslərin Birləşmiş Ştatlar tərəfindən xüsusi sülh planının həyata keçirilməsinə qarşı yönəldilməsi kimi məsələlər yer alır. Demək olar ki, o təklif elə bil ki, Rusiyanın bir çox istəklərin özündə belə əks etdirir. Ancaq real vəziyyəti də düzgün qiymətləndirmək lazımdır. Və ondan ibarətdir ki, yəni Ukrayna qoşunları, ordusu elə bil ki, müqavimət göstərmək iqtidarındadır. Ancaq işğal olmuş əraziləri qaytarmaq imkanında deyil. Və indi energetikası darmadağın olunub. Qabaqda soğuq qış gəlir və indi hər şeyi götür-qoy edərək indi məcburiyyət qarşısındadır Ukrayna. O təklifləri indi gözü yumulu yox, düşünün gələm orada böyük, yəni hələm müqavimət olacaq diplomatik sahədə də. Ancaq fərz edirəm ki, onların vəziyyəti məcbur edəcək ki, o təklifləri qəbul etsinlər. Ancaq mübarizə davam edir. Əsas odur ki, Ukraynanı Rusiya sındıra bilməyib, özünə tabe edə bilməyib. Ukrayna müstəqil dövlət kimi mövcudluğunu qoruyub, saxlayıb. Bir dəfə biz yada salsaq, Finlandiyanın da üstünə Stalin hücum etmişdi və böyük əhəmiyyətli ərazisini işğal etmişdi. Ancaq Finlandiya müstəqilliyini saxladı. Finlandiya indi haradadır? Rusiya haradadır? Unikal bir ifadə var burada ki, onu işlətmək məcburiyyətindəyik. Məncə Rusiya bu planı hazırlamış olsaydı, Amerika Birləşmiş Ştatlarından daha ədalətli plan hazırlamış olardı. Birləşmiş Ştatların Ukrayna üçün hazırladığı 28 maddəlik adı da ki, sülh planıdır və tamamən Ukraynanın məğlubiyyətinə hesablanır. Və onu bir neçə hissədə təbii ki, biz təhlil etsək, görərik ki, bu istiqamətlər üzrə Rusiya kifayət qədər çox qazançlı çıxır. Region ölkəsi kimi öz əvvəlki mövqeyinin daha üzərinə ciddi şəkildə mövqelər əlavə eləmiş olur. Birləşmiş Ştatlar regional maraqları təmin olunur. Bunlar aydındır. Avropa ilə bağlı başqa bir
vacib nöqtələrin adını çəkmək mümkündür. Amma Ukrayna nöqteyi nəzərindən təhlil etsək böyük itkidir. Həm itirilmiş 4 il, həm itirilmiş torpaqlar, həm 10 milyona yaxın insanın öz doğma torpağından köçkün düşməsi, üzərinə də gəldikdə milyonlarla insanın, yəni həyatında sarsılmaz izlər buraxması, yəni bir ölkənin faktiki olaraq bombalar altında 4 il fəaliyyət göstərib, sonunda da çox bərbad bir nəticə ilə yekunlaşması Ukrayna aqibəti naminə çox dəhşətli bir faciədir, hadisədir. Ukrayna prezidenti Volodymyr Zelenski isə xalqa müraciət edərək bildirdi ki, Зараз один з найважчих моментів нашої історії. Зараз тиск. Hazırda tariximizin ən ağır məqamlarından biridir. Ukrayna üzərindəki təzyiq ən ağırlardan biridir. Ukrayna çox çətin seçim qarşısında ola bilər. Ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski. Onlar arasında ya çətin 28 bənd, ya son dərəcə ağır qış, ən ağır və sonraki risklər var. Mən bu suala cavabımı artıq 20 may 2019-cu ildə Ukraynaya sədaqət andı içəndə ölkənin suverenliyini və müstəqilliyini qorumağı, vətəndaşların hüquq və azadlıqlarını müdafiə etməyi öhdəmə götürdüyüm zaman vermişəm. 2019 року, коли, присягаючи на вірність Україні, ABŞ prezidenti Donald Trump deyir ki, Ukrayna cümə axşamına qədər Birləşmiş Ştatların 28 bəndlik sülh planına razılıq verməlidir. Bəs illərdir Ukraynanın yanında yer alan və Rusiyaya qarşı onu silahlandıran Avropa və Böyük Britaniya 28 bəndlik sülh planı ilə bağlı nə deyir? Avropa liderləri Ukrayna prezidenti Volodymyr Zelenski ilə telefon danışığında davamlı və ədalətli sülhə nail olunması yolunda Ukraynaya sarsılmaz və tam dəstəklərini təsdiqləyiblər. Bu barədə Almaniya kansleri Friedrich Merz, Fransa prezidenti Emmanuel Macron və Böyük Britaniyanın baş naziri Keir Starmer'ın Volodymyr Zelenski ilə telefon danışığının nəticələrinə dair Almaniya federal hökumətinin dərc etdiyi bəyanatda qeyd olunub. 4 lider Birləşmiş Ştatların Ukraynada müharibənin dayandırılması üçün göstərdiyi səyləri alqışlayıb. Xüsusilə onlar Ukraynanın suverenliyinə sadiqliyi və Kiyevə etibarlı təhlükəsizlik zəmanətləri vermək istəyini alqışlayıblar. Liderlərin bəyanatında sülh planına qarşı nikbinlik hiss olunur. 16-cı maddəyə nəzər yetirək. Rusiya, Avropa və Ukraynaya qarşı təcavüzkarlıq etməmək siyasətini qanunla təsbit edəcək. Şərhçilərimiz nə düşünür? Rusiya Ukraynaya da nəinki hücum etməməyi, əksinə olaraq Ukraynanın elə bil ki, üstünə kimsə hücum etsə, müdafiə etmək öhdəliyi var idi. Hani onlar hamısı Rusiyaya hücum etdi. Ona görə bu cür bəndlərin heç bir əhəmiyyəti yoxdur. Öhdəliklər deyillər, bunlar kağız üstündə olan şeylərdir. Əsas odur ki, Ukraynanı Avropa yəni dəstəkləsə, bugün Avropanı qoruyan və real müharibə aparmaq iqtidarında olan, demək olar ki, indi Türkiyə ordusu iştirak etmir indi bütün bu münaqişədə, Ukrayna ordusudur. Və ağılları çatsa, Ukraynaya köməklik etsələr, Ukraynanı bərpa işlərində irəli getməyə imkan verilsə və ordusun da lap biraz azaldığı halda, ancaq öz gücünü saxladığı halda Avropanın da, Ukraynanın da Ukraynanın döyüş qabiliyyətini saxlayan ordusu olacaq. NATO-nun da genişlənməsi kimi bir proses dayanır, stoplanır. Bu da ondan əlaqədardır ki, Avropa ölkələri əslində NATO-nun genişlənməsini istəmirlər. Çünki təhlükəsizlik qayğıları əlavə problemlərə gətirib çıxardır. Məsələn, Avropada ilə hesab edilək ki, Ukrayna NATO üzvü olsaydı, o zaman Ukraynaya görə 5-ci maddə işə düşərdi və bu ölkələr faktiki Rusiya ilə savaşmaq məcburiyyətində qalardılar. Yəni, hücum etməmək, yüksək kalibrli raketlərə müraciət etməmək, həm onların məhdudlaşdırılması, həm Rusiya ilə ticari münasibətlərin bərpa olunması və sanksiyaların aradan qaldırılması, bütövlükdə hardan baxsaq, indiki mənada iqtisadi və siyasi təhlükəsizlik nöqteyi nəzərindən Avropanın kifayət qədər uduşlu çıxardır. Çünki Ukrayna müharibəsi də göstərdi ki, 80 il ərzində, 2-ci Dünya müharibəsindən sonra Avropa kifayət qədər rifah çərçivəsində yaşayıb, onun təhlükəsizliyindən Birləşmiş Ştatlar və NATO cavabdeh olubdur, amma bunlar özlərinin təhlükəsizliyinə heç bir deməli, ciddi kvota ayırmayıblar. Yəni, bu Ukraynanı qurban verməklə Avropa özünü xilas edirsə ki, 28 maddədən çıxan nəticə budur, ona görə də sevinirlər.
Həqiqətən də gələn həftə dünyanın seyri dəyişə bilər. Müharibə ya bitəcək, ya da sonsuza qədər davam edəcək. Biz isə sizinlə sonsuza qədər yox, gələn həftəyə qədər sağollaşırıq. Özünüzə yaxşı baxın. Eşq olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan.